Bugün dünyada 2,2 milyard insan təhlükəsiz içməli suya çıxışdan məhrumdur. Su resurslarının çatışmazlığı qlobal problem kimi ölkələr arasındakı gərginliklər, hətta münaqişələrə səbəb olan amildir. 2050-ci ilə qədər iqlim dəyişikliyi və əhali artımı səbəbindən əlavə 1 milyard insan ekstremal su qıtlığı ilə üzləşəcək. Azərbaycanda da bu məsələ daim ön planda olub. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin tapşırığı ilə dövlət proqramı hazırlanıb. Bu proqram çərçivəsində yeni su mənbələrinin cəlb edilməsi, alternativ su resurslarından istifadə və müasir texnologiyaların tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilib. Cənubi Qafqazda su ehtiyatlarının bölgüsünə görə ən aşağı göstərici Azərbaycandadır. Bu reallıq su təhlükəsizliyinin ölkə üçün strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Məhz bu səbəbdən dövlət problemin həlli istiqamətində ardıcıl və sistemli addımlar atır. Məsələ ölkə başçısının şəxsi nəzarətində saxlanılır. Bu amil su ehtiyatlarının idarə olunmasının milli təhlükəsizlik məsələsi kimi qiymətləndirildiyini açıq şəkildə ortaya qoyur. Azərbaycanın su ehtiyatlarının təxminən 1/4 vaxtı ilə işğal altında olan ərazilərdə formalaşırdı. Ermənistanın işğal dövründə məqsədli şəkildə həyata keçirdiyi su terroru nəticəsində sərsəng və su qovuşan su anbarlarında suyun verilməsinin dayandırılması, mövcud su infrastrukturunun dağıdılması bölgələrdə ekoloji, sosial və iqtisadi problemləri daha da dərinləşdirdi. Torpaqların işğaldan azad olunmasından sonra su təsərrüfatı sahəsində geniş miqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Son 20 il ərzində ümumi tutumu 500 milyon kubmetrdən artıq olan 4 iri su anbarının inşa edilməsi bu siyasətin bariz nümunəsidir. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və 2035-ci ilədək icrası nəzərdə tutulan dövlət proqramı Azərbaycanın su təhlükəsizliyi strategiyasının əsas sütunlarından biridir. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bugün fasiləsiz içməli su ilə təmin edilən əhali 70% təşkil edir. Proqramın icrası nəticəsində bu 95%-a çatacaq. Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Abşeron yarımadasının su təchizatının daha da yaxşılaşdırılması üçün ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası nəzərdə tutulur. Bu layihə ölkənin su təhlükəsizliyi strategiyasında yeni mərhələ hesab olunur. Hazırda Bakı 5 əsas mənbədən su ilə təmin olunur və duzsuzlaşdırma zavodunun istismara verilməsi ilə Abşeronun su təchizatında 6-cı alternativ və dayanıqlı mənbə formalaşacaq. O əlavə 3,2, yəni illik 100 milyon kubmetrdən çox su içməli su verəcək. Bu da günlük 3,2 kubmetr saniyə əlavə su deməkdir. Bununla yanaşı, amma bizim var olan 5 istiqamətli olan Bakı şollardan gələn 2 istiqamətimiz, kül təmizləyici qurğularından gələn bizim su mənbəyimiz, Oğuz-Qəbələ su mənbəyimiz, bunları da təkmilləşdirərək onlardan da əlavə suyun gətirilməsini nəzərdə saxlamışıq və planlaşdırmışıq ki, bu səviyyədə biz həmin o pik səviyyəni 2030-cu ildə artıq əldə etmiş olacağıq. Azərbaycan dövləti məsələlərə daha təmkinli və həll yönümlü baxmaqda maraqlıdır və kifayət qədər maliyyət tutumlu olmasına, kifayət qədər ciddi və problemli istiqamətləri əhatə eləməsinə baxmayaraq Azərbaycan dövlətinin həll yönümlü yanaşmaları var. Su təchizatı sistemlərinin bütövlükdə, o cümlədən yağış və tullantı sularının, həmçinin Xəzərin duzlu suyunun duzsuzlaşdırılması istiqamətində çox aydın yol xəritəsinə malikdir. Azərbaycan Respublikasının iş əmsalı qarşıya qoyulan vəzifələrin kifayət qədər uğur və nailiyyətlə də yerinə yetirilməsinə gətirib çıxaracaq. Eyni zamanda Samur-Abşeron su kanalının infrastrukturunun inkişafı və modernləşdirilməsi ilə bağlı geniş miqyaslı tədbirlərin həyata keçirilməsi də planlaşdırılır. Görüləcək işlər Ceyranbatan su anbarının fasiləsiz su ilə təmin edilməsinə, su itkilərinin minimuma endirilməsinə və suyun keyfiyyətinin yüksəldilməsinə yönəlib.